Qız dostuma zəng elə. Gecəni bizə qala bilərsən de. Əgər gəlməsə, dostun ölüb saxlasa məndən 100 manat pul qazanarsan. Yaxın qız dostum var. Var. Neçə ildir bir yerə dostluq edirsiniz? 4 ildir. Bəs səncə gecəni evə tək olduğunu desən, sıxıldığını desən, gələr yoxsa dostluğunu saxlayıb gəlməz? Dost kim gələr? Səhifəmi də izləyirsənsə, əlavə 100 manat qazanarsan. İzləyirsən səhifəmi? Yox. İzləsəydin, tamam bir dəqiqə yerinə 100 manat qazanardın. Siz də izləyin. Elə sən də özün üçün sonra yenə qarşıya çıxa bilərəm. Sən mənə necəsən? Sağ ol can, sən necəsən? Şükür, mən də yaxşıyam. Nə edirsən? Bekarçılıqda oturmuşam. Sən nə edirsən? Heç nə, mən də evdəyəm. Dostlarımla elə oturmuşdum. Onlar getdilər. İndi 1-2 nəfər yığmışam, gələn yoxdur. Dedim sənə də yığım, bəlkə sən gələsən. Onlar gələ bilərəm. Mən də elə sıxılırdım. Məs içki olacaq. Şey olacaq hə. Onda sən mənə konum at, mən bir saata gələrəm. Marketə dəyim bir şey alım. Hə, tamam. Konum atıram onda sən. Tamam. Sağ ol. Nə düşünürsən? Bəs gəlməyəcəkdi. Daha nə deyə bilərəm ki, gəlir. Amma təəssüflər ki 100 manat pul qazana bilmədin. Amma səhifəni izləsəydin əlavə 100 manat tam yerinəcə qazanacaqdın. Nə etmək lazımdır? İzləmək lazım. Siz də izləyin, sən də izlə çünki sonra yenə qarşıya çıxa bilərəm. Gecən uğurlar sənə. Çox sağ ol.